Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün şirəsi qıpqırmızı, meyvələri əzilməyən çiyələk mürəbbəsini necə hazırlamaq olar, bunu sizinlə paylaşmaq istəyirəm. Elə isə keçək hazırlanma qaydasına. Prosesə çiyələkləri yumaqla başlayıram. Yaxşıca yuduqdan sonra çiyələyin saplağını bir-bir bu cür əlimlə qopardıram. Ancaq qeyd etdiyim kimi qopardıram, bıçaqla kəsmirəm. Mürəbbə üçün mən 2 kiloqram bərk və balaca olan çiyələklərdən istifadə etdim. Bişirəcəyim qabın içərisinə şəkər tozunun bir hissəsini beləcə əlavə edirəm. Sonra üzərinə çiyələkdən bir hissə əlavə edib yenidən şəkər tozu tökürəm. Ümumilikdə 2 kiloqram şəkər tozu istifadə etdim. Beləliklə bu prosesi bitirdikdən sonra üzərini örtüb 5 saat gözlədirəm. 5 saatdan sonra baxıram ki, meyvələr suyunu buraxıb artıq şirə halına gəlib. Ona görə də ocağa yerləşdirib bişirə bilərəm. Qarışdırmaq üçün qaşıqdan əsla istifadə etmirəm. Sadəcə olaraq ara bir qabı silkələyirəm. Mürəbbəni ilk olaraq aşağı xodda, sonra isə xodunu qaldıraraq bişirirəm. Qeyd etdiyim kimi qarışdırmağa ehtiyac olduqda bu cür qabı silkələyirəm. Gördüyünüz kimi bu cür qabararaq qaynayır, ancaq hal-hazırda burada mən kəfini götürmürəm. Ocağın altını söndürdükdən sonra kəfini götürürəm. Mürəbbəni ocaqdan götürməyə 5 dəqiqə qalmış limon duzu əlavə edirəm. Limon duzunu əlavə etməyimizin səbəbi isə şirənin qaralmaması, qıpqırmızı olması üçün və qışda saxladığınız zaman xarlamaması üçündür. Mən mürəbbəyə baxanda hazır olub olmadığını müəyyən edə bilirəm. Ancaq aranızda bunu müəyyən etməkdə çətinlik çəkən olacaqsa, onlara bir üsul demək istəyirəm. Salfetin üzərinə şirəni əlavə edin. Əgər salfet şirəni içinə çəkməsə, deməli mürəbbə tam hazırdır. Artıq mürəbbə hazırdır. Ocağın altını söndürüb kənara qoyuram. Sonda isə üzərinin kəfini qaşıq yardımıyla götürürəm. Beləliklə meyvələri formasını itirməyən və şirəsi qıpqırmızı mürəbbəmiz tam hazırdır. Dəyərli izləyicilərim, sizin fikirləriniz mənim üçün çox maraqlıdır. Ona görə şərhlərdə fikirlərinizi mənimlə bölüşməyi və əgər videomu bəyəndinizsə də bəyənməyi unutmayın. Növbəti videodansa xəbərdar olmaq üçün kanalıma mütləq abunə olun. Növbəti videoda görüşənədək hələlik.